Bir dəfə bu qardaş üçün Talış dilində paylaşım eləmişəm. Bu axşam da elə qərara gəldim ki, Azərbaycan dilində paylaşım eləyim. Bu hər kəs bilsin nə var nə yox. Bu yaxında bu qardaşımızın evi yandı. Evi yandı, kül oldu. Yəni oradan heç nə çıxarda bilmədilər. Yəni şükürlər olsun ki, özləri sağ-salamatdılar. Özləri sağ-salamatlar, amma bəzi şeylər var ki, onlar yandı, kül oldu. Mənim gözəl qardaşlarım ola bilsin ki, bu ev haqqında daha paylaşım edə bilmədim. Çünki qarşıdan bir neçə problemli olan insanlar var. İki dənə evlər var ki, mən onları paylaşmalıyam ki, insanlar kömək eləsinlər. Aşağıda görürsünüz, bu qardaşın kartın kodudur. Yəni, gəlin birlikdə ona kömək eləyək, dəstək olaq. Evi tamamlasın inşallah. Allahın köməklə hər şey yaxşı olar. Allah sizlərə razı olsun, Allah sizlərə kömək olsun.